Cəmi 15 dəqiqəyə kəsmikli piçenya hazırladım. Çayınız dəm alana qədər hazır olur. Lazım olan ərzaqlar: un, şəkər, kərə yağı, bir yumurta, kəsmik və soda. Başlayaq hazırlamağa. İlk kəsmik, şəkər qarışdırıram. Üzərinə yumurta, bir yumurta ağlı sarılı, kərə yağı, soda və un. İlk qaşıqdan qatışdırıram, hamısı qəşəng qarışsın. Sonra əlimlə yoğurub listə yığacam bişməyə. Görürsünüz nə halsan? Rahat, çox dadlı olur. İstəsəz vanil əlavə edin, belə qəşəng ətir gəlsin. İstəsəz kəsməyə iyi gəlsin deyə heç vanil əlavə etməyin. Xəmir özü lipki olmalıdır. Belə yapışqan. İndi göstərəcəm. Day bizə qaşıq lazım deyil. Baxın, belə qəşəng xəmir alınır. Çox əziyyət çəkib, belə yoğurmaq da lazım deyil. Belə, xəmir bu şəkildə olmalıdır. Baxın, belə yapışqandır. Əlimiz yapışmasın. Düzdür, belə yapışmır. İndi toplar hazırlayanda ələ yapışır. Un əlavə etməyin. Onda vazdushla qəşəng dadlı piçenyalar alınmır. Əlimizi qəşəng yağlayırıq. Yəni yağdan çəkinmirik, yapışmasın deyə. Baxın, yapışmır yağla. Belə, qəşəng toplar eləyirik. Biraz üzərindən bastırıram. Belə, yığırıq listə. Gəl istəyirsən. Apa, hazır oldu. Aparam sobaya. 180 dərəcədə harca 15-20 dəqiqə tez pişəcək. Qabaqcadan da yandırmışdım sobanı. Bu qədər. Görürsünüz necə tez. 15 dəqiqəyə hazır olur. Siz də iftar süfrələrinizə çayla içməyə hazırlayın.